Salam əziz və hörmətli şagirdlərim. Sizləri xoş gördük. Bu günləri biz 9-cu sinif mövzusundan vurğunun kökaltı işarəsi altından çıxarılması mövzusuna baxacağıq. Vurğun kök altından çıxarılması mövzusu bizim üçün çox basitdir. Biz vurğu kök altından çıxartmaq üçün onu hər zaman modulda çıxardırıq. Çünki modulda hər zaman müsbət ədədlər çıxır. Gəlin əziz şagirdlər, bu günləri biz tapşırıq 44-də baxaq. Tapşırıq 44-də bizə nə deyir? Tapşırıq 44-də bizə deyir ki, vurğu kökaltı işarəsi altından çıxardıl. 32-ni kök çıxan hansı ədəd kimi yaza bilərəm? 16 vur 2 kimi. 16-dan kök nə çıxar? 4. 4 kök altda 2. 3 dərəcədən 24. Yaza bilərəm ki, 8 vurulsun 3, 3 dərəcədə. 8-dən kök nə çıxacaq? 2 kök altında 3. Daha sonra 4 dərəcədən 32. 4 dərəcədən 32-ni yaza bilərəm. 16 vur 2 kimi. Və o da bizə verəcək 2, 4 dərəcədən 2. Daha sonra Y variantında D variantında olacaq kök altında 128, 5 dərəcədə. Yaza bilərəmmi? 5 dərəcədən 32 vur 4. O da mənə verərmi? 2 kök altında 4, 5 dərəcədən. Y variantında bizə verir ki, 3 dərəcədən 108 bölünsün 250, 3 dərəcədən. Yəni 250-də 108. Yazaram mı? 3 dərəcədən 27 vur 4, 250-də yazaram 25 vur 2 kimi. Və 27-dən 3 dərəcədən çıxacaq 3 kök altda 4, 3 dərəcədən, 5 kök altda 2, 3 dərəcədən. Və bunlar da ixtisar gedəcəklər. Düzdürmü? Bizdə qalacaq nə? 5-də 3 kök altında 2, 3 dərəcədən. Bu da bizim Y variantımız. Keçdik digər tapşırığa. Tapşırıq 25, daha doğrusu digər tapşırığımıza baxacağıq indi. Digər tapşırığımızda bizə nə deyir? Deyir, dəyişənin qiymətinin müsbət olduğunu qəbul edərək sadələşdirin. Kök altında 16, x üstü 3. X-i parçalayacağım, yazacağım kök altında x-in kvadratı vur x. O da bizə verəcək 4, x kök altında x. X-i modulda yazacağıq. Və bizdən də nə çıxacaq? 4x kök altında 4. B variantında 3 dərəcədən 27 a üstü 5 bizə verəcək. 27 3a-nın kubu 2 dərəcə. A-nın kvadratı. C variantında olacaq belə. Kök altında 6 dərəcədən 64 daha üstü 7. Bizə verəcək, deməli 64-ü yazacağım. A-nı parçalayacağım, yazacağım 6 dərəcədən 64 a üstü 6 vurulsun 6. O da bizə verəcək 2 modulda a vurulsun kök altında a 6 dərəcədən. O da bizə verəcək 2a vurulsun modulda a kök altında a 6 dərəcədən. D variantında əziz şagirdlər 54 a-nın üstü 5 b üstü 7 3 dərəcədən. Yazacağım 27 vurulsun 2 a-nın kvadratı vurulsun. Daha doğrusu 3 dərəcədən də a-nın kubu vurulsun a-nın kvadratı b üstü 6 vurulsun b. 3 dərəcədən. O da bizə verəcək 3a b-nin kvadratı vurulsun 3 dərəcədən a-nın kvadratı b. 46'da daha sonra keçdik 46-cı tapşırığa. 46-cı tapşırıqda bizə nə deyir? Deyir ki, 46-cı tapşırıqda dəyişənin mümkün qiymətlərinin əməqi göstərilən və ifadəni sadələşdirin. Yazaq. 36 x-in kubu. O da bizə verəcək 6
x kök altında x. B variantında 16x üstü 5, y üstü 8, 4 dereceden. O da bize verecek 2x, y kvadratı vurulsun x üstü 4 dereceden. C variantında bize verecek 4x kubu y üstü 4 5 dereceden vurulsun 5 dereceden 16x kvadratı y. Buradan da biz 5 dereceden çıxarda bilərik ki, C variantında 2x y kök altında 2 5 dereceden. Aha. Sonra burada da şart ödüyor ki x böyükdür 0'dan, y böyükdür 0'dan. Keçdik D bəndinə. D variantında misalı köçürtməyə ehtiyac yoxdur məncə. D variantını görürsünüz. D variantında həllində yazacağıq ki 3 dərəcədən verir. Yazacağıq ki uşaqlar 2yz vurulsun 3 derecede z üstü 4. Daha doğrusu z üstü 2. F variantında ise daha doğrusu Y variantında. Y variantında olacak 3 dereceden x'in kubu y'in kubu vurulsun y. O da bize verecek x y vurulsun y 3 dereceden. F variantında olacak x böl y beraberdir 5 derece, daha doğrusu vurulsun 5 dereceden y'in kvadratı x. G variantında olacak belə. Deməli uşaqlar, Q variantında kök çıxardacaq. 3x kök altında x 4y'in kvadratı vurulsun kök altında 2. Bu kadar basit. Keçdik 47'ye. 47'də bizdə nə deyir? Deyir ki, ortaq vurğu mötərizə xaricine çıxartmaqla ifadəni sadələşdirin. Ortaq vurğu mötərizə xaricinə çıxartmaqla. Yazacağıq. Ortaq vurğumuz neçə olacaq uşaqlar? Kök altında y-də 5 vurulsun 2 plus 7. O da bize verecek 9 kök altında y 5 derecede. B variantında ise kök altında x 4 dereceden vurulsun mənfi 1 plus 2. O da bize verecek 1 vurulsun kök altında x 4 dereceden. C variantında 64 5 dereceden deyirsə bizə biz bunu necə yazarıq? Yazarıq ki 64 5 dereceden neçədir? 2x 5 dereceden x'in kubu çıxılsın x vurulsun kök altında 5 dereceden 2x'in kubu. Ve bunu biz yazarıq ki bərabərdir 2x'in kubu kök altında vurulsun 2x çıxılsın 1. O da bərabərdir x vurulsun 2x'in kubu 5 dereceden. Bu qədər. Uşaqlar, siz də bizim dərslərimizi, gündəlik izahlarımızı məmnun qalmaq istəyirsinizsə, gündəlik izahlarımızdan xəbərdar olmaq istəyirsinizsə, kanalımıza abunə olmağı unutmayın. Və videolarımızın altından rəy yazmağı unutmayın. Dərslərimizdə iştirak etmək istəyirsinizsə, ödənişli və ödənişsiz dərslərimizdə iştirak etmək istəyirsinizsə, 055 280 59 24 nömrəsinə zəng etməyi unutmayın. Görüşənədək.